şəhid övladlarla güya MDB oyunlarına görüşə gətiribdi. Baxın, İlham Əliyev Mehriban Əliyevanı sanki zorla gətirib, sanki yol göstərir. Bunu elə, onu elə. Bu Mehriban o Mehriban deyilmi? Yoxsa çox suallar çıxır ortaya. Bu başqa bir Mehribandırmı? Yoxsa bu içi başqa bir Mehribandır, yəni zəhrimar yağır? Baxın dəyərli dostlar, bu nə deməkdir? Mən bunu başa düşə bilmirəm. Bəlkə siz başa düşərsiniz, şərhlərdə yazın. 27 sentyabrda baxmayaraq ki, yəni ən əlamətdar günlərdən biridir. İlham Əliyev gəlib Gəncədə bu günlə bağlı memorial abidədə gəlir, iştirak edir, şəhidləri yad edir. Belə bir gündə ölkənin birinci vitse-prezidenti və yaxud da deyək ki, İlham Əliyevin həyat yoldaşı onun yanında olmur. Ümumiyyətlə Azərbaycana gəlməyibdir. Sonradan bunu gətiriblər. Sonradan gəlibdir. Belə görsənir, çünki bu Azərbaycanda olmuş olsaydı və İlham Əliyevlə eyni təyyarəyə minib gəlmiş olsaydı Gəncəyə, 1 saatlıq ya 10 dəqiqəlik ya 5 dəqiqəlik bir görüntüydü də Mehriban Əliyeva canı çıxırdı, yoxsa halmı pisləşmişdi. Mən, yəni gəlib iştirak edə bilərdim. Mən bir verilişdə danışdım ki, Mehriban Əliyeva İlham Əliyevlə New Yorkda çox gərgin zaman keçiribdi, bir neçə gün keçiribdi. Hətta mənə deməli Dövlət Mühafizə Xidmətindən, onların mühafizəsindən məlumat sızdırılmışdı ki, oteldə belə bir otaqda qalmayıb. Onların otaqları özdə bir otaq deyil də, yəni bir neçə otaq olur. Amma o bir neçə otağın içərisində belə olmayıbdı. Eyni mərtəbə olubdu, amma başqa ta bir-iki otaq, apartman o tərəfdə Mehriban Əliyevə qalıb, ayrı qalıblar bunlar. Və bunların gərginliyi onların üzlərindən də görsənibdi. Siz baxın şəkillərinə, New Yorkda İlham Əliyevlə Mehriban Əliyevanın birgə şəkillərinə, Mehriban Əliyevanın sifətindən zəhrimar yağıbdı. Sanki narahatçılıq bildiribdi, sanki aralarında bir mübahisə olub, gərginlik olub və mənə dedilər ki, çox güman ki, bu Adnan Əhmədzadanın həbsinə görədir. Çünki Adnan Əhmədzadə Altay Həsənovun, yəni Mehriban Əliyevanın bibisi oğlunun ən sadiq nökərlərindən olubdu. Onun tapşırığını yerinə yetirib. Baxın, Altay Həsənovun kürəkəni Orxan Məmmədov Adnan Əhmədzadanın dostu olub. Baxın, nə qədər siz şəkillər çıxar, qarşınıza çıxar Google-da axtarış etsəniz. Orxan Məmmədov, Altay Həsənovun kürəkəni və Adnan Əhmədzadə. Mehriban Əliyevanın narahatçılığı və gərginliyi İlham Əliyevlə arasında olan bu gərginlik bunun səbəbindən olubdur. Və belə görsənir, Gəncəyə birgə qayıdıblarsa və Mehriban Əliyeva o anım günündə gəlib iştirak eləməyibsə, bu ayrı bir biabırçılıqdır. Yəni, bu nəyin hikkəsidir? Mehriban Əliyeva, sən nəyin hikkəsini edirsən? Adnanın hikkəsini edirsən? Yəni, buna görə gəlib İlhamın yanında durmayıbdır. Baxın, indi, Əli bəy, mən bu şəkillərdə göstərim. Məcbursan ki, Mehriban Əliyevanı məcbur MDB oyunlarına gətiriblər. Baxın, yenə sifətindən zəhrimar yağır. Baxın, bu tək şəkil deyil, bu kollektiv durublar, bu şəhid övladlarından da özlərinə PR qazanmağa çalışırlar, güya hörmət qazanmağa çalışırlar, həmişə vətən adından hörmət qazanmağa çalışırlar. İlham Əliyevin sifətində biraz gülümsəmə var, qız var, onun yanında başqaları da var. Mehriban Əliyevanın sifəti yenə zəhrimarlı. Nə olubdur? Nədir bu Mehriban xanımda bu zəhrimarlıq? Baxın, çox əlamətlər bunu Əli bəy göndərdi. İndi bunu ekranda mən göstərirəm, bir video göstərəcəm sizə, dəyərli dostlar. Şəhid övladlarla güya MDB oyunlarına görüşə gətiribdi. Baxın, İlham Əliyev Mehriban Əliyevanı sanki zorla gətirib, sanki yol göstərir. Bunu elə, onu elə. Bu Mehriban o Mehriban deyilmi? Yoxsa çox suallar çıxır ortaya. Bu başqa bir Mehribandırmı? Yoxsa bu içi başqa bir Mehribandır, yəni zəhrimar yağır? Baxın dəyərli dostlar, bu nə deməkdir? Mən bunu başa düşə bilmirəm. Bəlkə siz başa düşərsiniz, şərhlərdə yazın. Baxın. Mən onu başa düşə bilmədim. Əli bəy, bu nə deməkdir belə? Siz nə danışırsınız? Təbii ki, Tural bəy, siz video çəkirsiniz ki, məsələn, biz araşdırırıq bu son zamanlar. Deyirik ki,
konkret olaraq Mehriban Əliyeva ölkədə yoxdur. Bunun tələm-tərəzi mən belə başa düşürəm ki, gətirdiblər Azərbaycana. Xüsusi bu videonu, yəni heç aidiyyatı olmayan, məsələn, MDB oyunlarında şəhid ailələrini yığıblar ora. Mehriban Əliyevanı xüsusi İlham Əliyev təqdimat eləyir. Burada belə görsənir. Yəni xüsusi bir video çəkilib. Yəni arxadan itələyir ki, sən Allah get. Yəni məcbursan ki, bunu get şəhid ailələri ilə görüş burada. Video yayılsın ki, həqiqətən də Mehriban Əliyeva bəs bir gün sonra MDB nə bilim oyunlarının açılışında heç aidiyyatı olmayan, yəni bu aidiyyatı olmayan bir görüş keçirirlər və bunu xüsusi yayıblar. Instagramlarda yayıblar, sosial şəbəkələrdə yayıblar. Bax bu görüşü. Fikir diqqət edin. Bax yəni, bu Qağıgeş ana, hətta mən gördüm sosial şəbəkələrdə paylaşırlar, Qağıgeş ana rolunu oynayıbdı Mehriban xanım. Yəni bunu onun üçün düzəldiblər. Bir gün əvvəl 27 sentyabrda İlham Əliyev Gəncədə valideynləri həlak olan uşağın əlindən tutur gəlir. O görüntüsünü İlham Əliyev üçün yaratdılar. Bunu isə xüsusi olaraq bu görüntünü Mehriban Əliyeva üçün yaratmışdılar ki, yox, buradadır və o Qağıgeş anadır sanki. Ya bu uşaq deyil axı, sən bunu arxadan deyəsən ki, keç ora. Bu biri var göstərəsən əllə də belə, üzr istəyirəm. Biri var əllə keçdirəsən, buyur belə deyəsən. Bir də var ki, belindən tutub itələyəsən. Bu ayrı şeylərdir. Xüsusi bu video çəkilib, xüsusi çəkilib. Bir daha göstərim bunu. Bunu izah edən olacaq görən Azərbaycan hakimiyyətində bu nə demək idi? Bu sifətə bax. Nəsə baş verir Əli bəy? Nə baş verir sizcə Mehriban xanım ətrafında? Burada birincisi bu Adnanın tutulması həqiqətən Adnan Əhmədzadə son məndə olan məlumata görə o əvvəl işlədiyi komandanın hərəkətlərini ötürmüşdü. Mənə deyirlər Elşad Nəsirov vasitəsilə. Yəni bu keçmişdi Mehriban Əliyeva komandasının tərəfə və bunu şərait yaratdılar. Son 2 ildir də, elə deyilmi? 2-3 il ərzində birdən-birə Adnan Əhmədzadə fiquru parladı. Avropada, Amerikada küllü miqdarda pul xərclədilər. Bu adamı milyarder iş adamı kimi təqdimatını verdilər, reklamını apardılar. Yəni yaxşı pul xərcləndi. Azərbaycan xalqının büdcəsindən, cibindən Adnan Əhmədzadə üçün küllü miqdarda pul xərcləndi. Yəni Messiyə nə qədər pul verildi ki, bu Messi bunu reklam eləsin. Sonra Ronaldinho'nu gətirdilər Azərbaycana, küllü miqdarda pul verdilər. Barcelona'nın sponsorluğu bilirsiniz ki, Sokar tərəfindən edilir. O özdə çox uzun müddətdir ki, məndə bu məlumat var. Yəni daima Barcelona komandasının Sokar tərəfindən sponsorluq edilməsi, Barcelona'nın rəhbərliyi ilə Adnan Əhmədzadə kimdir ki, birdən-birə onlarla görüşür, nə bilim, çox şəxsi videolar çıxır, paylaşılır və birdən-birə Adnan Əhmədzadə fiquru həbs olunur. Yəni Əli bəy, Adnan Əhmədzadə bax bu gətirdiyi istər ulduzlar, futbol ulduzları, müğənni və s. gətirilirdi və birinci kimdən görüşdürülürdü? Eminlə Leylanın uşaqları ilə. Ən birinci onlarla görüşdürülürdü, şəxsi görüşdürülürdü. Yəni beləcə sanki ailənin könlünü alırdı, Leylanın könlünü alırdı, Leyla vasitəsilə Mehribanın könlünü alırdı. Çünki deyirlər nəvə baladan daha şirindir. Mehriban üçün də nəvələri yəqin daha şirindir. Ümumiyyətlə Azərbaycanda diqqət eləsəz, bunların icazəsi olmasa, Əliyev ailəsinin icazəsi olmasa, kimsə reklam oluna bilməz. Yəni icazəsiz hər hansısa bir məmur, nazir və yaxud kimsə, hansısa bir iş adamı, məsələn Fərhad Əhmədov və yaxud Mübariz Mənsimov və yaxud bu qəbildən olan kimsə bir balaca reklam olunan kimi başlarına nə oyun gətirdilər? Həmən vurdular. Amma Adnan Əhmədzadə reklam olunursa, demək ki, bunun birbaşa ailə
buna razılıq verib ki, Adnan Əhmədzadə qərb dünyasında bu qədər birdən-birə 2 il, 3 il ərzində parladı. Yəni əvvəl Adnan Əhmədzadə kim olub ki? Adi bir Sokarda satış departamentində, maliyyə departamentində müdür də olmayıb, müavin olub orada, direktor müavini olub. Yəni belə də güclü fiqur olmayıb. Arxa fonda kirli işlərlə məşğul olub. Birdən-birə bir kirli... O şəbəkənin içərisində və onların içərisində bax, Məryəm Almazzadə var idi, sonra Anar Əlizadə var idi, hətta digərləri var idi ki, Adnan Əhmədzadə onların içərisində kiçik bir fiqur görsənirdi. Hətta bəziləri yazırlar ki, mən bunu dəqiq bilmirəm, nə dərəcədə doğrudur, amma Adnan Əhmədzadə Anar Əlizadənin elə bir ki, himayəsində kiçik bir fiqur idi. Gəldi, vurdu, dağıtdı, yəni də belə bir 2-3 ilin içərisində, bu xüsusən də bu müharibə başlayandan sonra daha məsəl üçün nə Rövnəq qaldı, nə Rövnəqin başqa şəbəkəsi, nə Anar, nə başqaları bu yəni Anar Əlizadənin əlindən çoxlu şirkətləri alındı, verildi, bunun ixtiyarına keçdi. Ən əsas fiqur bu oldu. Ümumiyyətlə bu Sokar Trading'a bilirsən ki, deməli konkret Məryəm Almazzadə qeyd olunur ki, mənə indi bir nəfər məlumat verib ki, bunun sinif yoldaşıdır. Sonra bunun qardaşı Xəyal Əhmədzadə var. Bunlar Sokar Trading'i İsveçrədə tamam monopoliyada saxlayırlar. Öz dostları, sinif yoldaşları hamısı bir yerdə, küllü miqdarda artıq uzun illərdir, 20 ildən çoxdur ki, bu işlərlə məşğuldular. 20 il yox, daha çoxdur demək. 98-ci ildən bu adam gəlib Sokara və ondan sonra da Anar Əlizadə, Rövnəq Abdullayev, aydın məsələ ki, həmin dövrdə Naxçıvan qruplaşması Sokara uzun illər yəni rəhbərlik eləyiblər, monopoliyada saxlayıblar. Adnan Əhmədzadə də onların əlinin altında işləyib. Amma bütün bu işləri çox gözəl bilib. Çünki satış məsələlərini, offshore şirkətlərin yaradımı, hamısında bu adamın birbaşa, yəni bunun və bunun dostlarının, qardaşının, nə bilim, sinif yoldaşlarının, hətta qardaşının keçmiş arvadı. Bəziləri bu ilk informasiyanı verim mən. Bəziləri bunu bilmir və axtarır ki, bu Fərəh Əhmədzadə kimdir? Fərəh Əhmədzadə adı da keçir də. Fərəh Adnanın birinci arvadıdır. Yox, birinci arvadıdır. Birinci arvadının adı Sara olubdur. Fərəh Əhmədzadə Xəyal Əhmədzadənin arvadı olubdur. Fərəh Əhmədzadə isə Azərbaycanlı deyil, Mərrəkeş əsillidir. İsveçrədə Sokarda işləyibdir və onun adına, Fərəh Əhmədzadənin adını İsveçrədə bir villa belə alıbdır, Cenevra yaxınlığında. Onun adresi məndə var. Sadəcə Cenevrəyə hələ yerib çıxa bilməmişəm. Həm Xəyal Əhmədzadənin, həm Fərəh Əhmədzadənin birinci arvadının adı Sara olubdur, bildiyim qədərilə. Və Dubayda yaşayır o. Yəni, tək öz arvadına, öz qohumuna yox, qardaşının köhnə arvadına belə villalar olubdur və böyük imkanlar yaradıblar. Əliyev ailəsinin arvadından tutmuş, qızları, oğlu Azərbaycanda yaşamırlar bunlar. İndi ona keçəcəyik ki, Mehriban Əliyeva hardan birdən-birə peyda oldu. Qızları Amerikadan İbiza adasına qayıdıblar, Azərbaycana gəlməyiblər. Oğlu Azərbaycanda yaşamır, Türkiyədə yaşayır. Tüpürüblər bunları Azərbaycana. Deyirlər ki, atamdır və onun da yan yörəsindəki nökərlərdir. Talayırlar. Biz də xaricdəki otellərimizin sayını artırırıq da. Bu olmaz axı. Tez-tez özünüz də görürsünüz ki, İtaliya, Sardiniya adası, İspanya, Barcelona, Valensiya və ən bahalı belə deyək, İsveçrənin Zürich şəhəri və yaxud da ki, Berində bunlar il boyu istirahət edirlər. Yəni, əvvəl biz bu təyyarə işlərinlə maraqlanmırdıq, amma son zamanlar baxıb görürük ki, həqiqətən də ölkə ərazisində çox az müddətdə olurlar. Ümumiyyətlə, İlham Əliyev də Gəncəyə birbaşa New Yorkdan uçdu və anım mərasimində çox xalqa hörmətsizcəsinə, şəhid ailələrinə hörmətsizcəsinə əslində Bakıya gəlməli idi. 2-ci Şəhidlər Xiyabanında
getməli idi, orada iştirak eləməli idi. Çünki orada mən gördüm Polad Həşimovun anası da orada iştirak eləyirdi. Digər şəhid anaları da, bacıları da, həyat yoldaşları da anım günü 2-ci Şəhidlər Xiyabanındaydılar. Amma İlham Əliyev hara gəldi? Yəni belə deyək də bir güllə ilə 2 quş vurum deyə MDB oyunlarının açılış tez bazar. Bir də ki, bir dənə də orada memorial açıblar. Ora bir atasız, anasız buraxdıqları, hansı ki Gəncədə o raketi tuta bilərdilər. Necə olur ki, Mingəçevirdə həmin raketləri tuturlar, amma Gəncəyə atılan raketi tutmurlar. Yəni orada da mən düşünürəm ki, elə məqsədyönlü özlərinin bir belə məsuliyyətsizliyi idi. O uşağı götürüb əlindən tutub, ondan da üzündən də zəhrimar yağır. Gedib güya ki, həmin tədbirdə iştirak eləyir. Ancaq ortada Mehriban Əliyeva yoxdur və siz qeyd etdiniz ki, Mehriban Əliyevə gəlmədən öncə bir şey də qeyd edim. Mən İlham Əliyevin o 2-ci Şəhidlər Xiyabanını, əsas o şəhidlərin ən çox uyuduğu məzarlığı ziyarət etdiyini heç vaxt görməmişəm. Ora heç vaxt getməyibdi. Yəni bu o demək deyil ki, sən ancaq 27 sentyabrda getməlisən, sən nə bilim hansısa əlamətlər günündə getməlisən. Ayrı vaxtda gedib bir orada bir ziyarət edə bilər də bu şəhidləri. Əgər bunun marağı, bunun həqiqətən də təmiz, səmimi qəlblə bu şəhidləri düşünürsə, bu vətənpərvərdirsə, ayrıca bir günün birində də gedib o məzarlıqda şəhidləri yad edə bilər də, yox. Hətta bir müddət valideynlər də buraxmırdılar. Keçən il idi, yoxsa əvvəlki il idi, xatırlayırsansa, bir müddət ora adam buraxmadılar. O 2020 sentyabr məsələlərindən sonra həmin müddətdə təxminən bir ay deməli ora valideynləri və yaxud jurnalistlər heç kimi buraxmadılar. Mənim xatirimdədir. Hətta istəyəndə oraları qapadırlar, heç kimi buraxmırlar.